Hörmətli tamaşaçılar, bildiyiniz kimi bu günlərdə Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən təhsil verənlərin sertifikatlaşdırılması imtahanları keçirilir. İyunun 19-da coğrafiya fənni üzrə keçirilən imtahanda Səmətulğun adına Ağcabədi şəhər 4 nömrəli tam orta ümumi təhsil məktəbinin coğrafiya müəllimi Əliyeva Nərgiz Araz qızı 59, Məmməd Alanlı adına 11 saylı tam orta ümumi təhsil məktəbinin coğrafiya müəllimi Səlimova Gülşən Mahir qızı isə 60 bal toplayıblar. Bu münasibətlə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov imtahanda maksimal bal toplayan müəllimləri qəbul edərək onları təbrik edib. Müəllimlər imtahanla bağlı təəssüratlarını böldülər. Kanalımız vasitəsilə rayon rəhbərinə öz minnətdarlıqlarını ifadə etdilər. Mən Səlimova Gülşən Mahir qızı 11 saylı tam orta məktəbin coğrafiya müəlliməsiyəm. Müəllimlərin sertifikasiya imtahanında iştirak edərək maksimum 60 balı topladım. Belə ki, suallar həm asan, həm orta, həm də çətin səviyyədə idi. Düşünürəm ki, sualların öhdəsindən lazımca gəldim və bu bizim rayonumuz üçün də yüksək göstəricidir. Rayonumuzun icra başçısı Rafil Hüseynov bizim bu yüksək göstəricimizi yüksək qiymətləndirərək bizimlə şəxsən görüşdü, bizə öz təşəkkürünü bildirdi və bizə pul mükafatı təqdim etdi. Buradan istifadə edərək Rafil müəllimə öz minnətdarlığımı bildirirəm. Sertifikasiyada iştirak edən müəllimlərə isə gələcəklərində uğurlar arzu edirəm. Mən Əliyeva Nərgiz Araz qızı, Ağcabədi şəhər 4 saylı tam orta məktəbin coğrafiya müəllimi. Coğrafiya fənni üzrə müəllimlərin sertifikatlaşdırma imtahanında iştirak edərək 60 baldan 59 bal topladım. İxtisas üzrə 100% nəticə, metodika üzrə 90% nəticə göstərdim. Mən daha öncə də imtahandan əvvəl çox məsuliyyətli bir şəkildə bu imtahana hazırlaşmışdım və özümdə bu balı toplayacaq gücü görürdüm. Bu bal düşünürəm ki, rayonumuz üçün də yüksək bir göstəricidir. Rayonumuzun başçısı Rafil Hüseynov da şəxsən bizləri qəbul edərək təbrik etdi. Təbrikindən əlavə pul mükafatı ilə də mükafatlandırdı və indiyə kimi imtahan vermiş müəllimləri də, yüksək nəticə göstərmiş müəllimləri təbrik edirəm. İmtahan verəcək müəllimlərə də bol uğur, zehin açıqlığı arzu edirəm. Gündüz Sevindik, Kənan İsayev, Aran Ağcabədi İnternet Televiziyası.